Sabah xeyirli olsun değerli izleyicilerimiz. Bugün Beynəlxalq Maliyyə Birjasında neler baş verəcək? Yani fevralın 26'sıdır ve dünən verdiğimiz bütün prognozlar hem Signal kanalında, sosyal şəbəkə, əsasən də Signal kanalında 20'den çok paylaştığımız əməliyyatlar mükemmel derecede öz doğruluğunu ispat etti ve gəlirlə nəticələndi. Bugün yeniden biz səhər saatlarında 5186'lardan Signal kanalında alış əməliyyatlarını verdi Qızılda və qiymət 20 dollarlı, 21 dollarlı take profitdən biz müəyyən etdik və qiymət hal-hazırda take profitimiz 5207'lər olsa belə artıq 5206'ları vurub, yəni 1 dollar qalıb take profitin bağlaması, amma yenidən növbəti alışlar 5200'dən 5250'lərə qədərdir. Amma qiymət yuxarı doğru istiqamətlə yəni davam etdirəcək. En azından yani yuxarıdakı hədəflər 5325 dünən də bu haqda danışdı və 5488'lərə qədər. Hələ ki yəni ondan sonra da qalxacaq, amma bugün biz bugün və sabah 5325'ləri gözləyirik. Alternatif sənədlər satışlar isə 5162'lərdən gələcək. Bitcoin-ə gəldi isə dünən 65-9'lardan alış əməliyyatları idi. Yəni 70'lərə qədər qalxdı. Bugün 69'lardan alışlar, satışlar isə 67'lərdən gələcək. Gümüşdə isə alışlarımız 90.600'lər, satışlar isə 89'larda. Neftə gəldi isə neft deyiləcək. Yəni neft gələn həftənin ikinci yarısından sonra sürətlə qalxmağa başlayacaq mı, yoxsa başlamayacaq mı? Deməli 83'lərə, 93'lərə, 98'də hətta 100'ə qədər qalxacaq mı? Sonra gəldi isə təbii ki gələn həftənin gedişatından asılıdır. Gələn həftənin gedişatından biz deyirik, amma əsasən də şənbə bazar baş verəcək. Yəni bu şənbə bazar baş verəcək hadisələrdən sonra birinci gün neftin sürətlə yuxarı qeplə açılması gözləniləndir. Yəni en azından 10 dollarlıq 5 dollara, 10 dollara qalxışdan bir də sıçrayışla açıla bilər. Gələn həftənin birinci günü. Təbii ki siz şənbə bazarı xəbərləri izləyin və bugün 4-cü gündür. 2 gündən sonra çıxacaq xəbərləri izləyin. Şənbə və bazar günü xəbərləri izləyin və birinci gündə neftin qeplə yuxarı doğru açılmasına şahid ola bilərsiniz. Neysə, gəlin keçək biz fundun dolar rəqabətinə. Fundun dolar rəqabətində alış əməliyyatlarımız 1.35-650'lərdən, satışlar isə 1.35-450'lərdən. Euro dolar rəqabətində alışlar 1.18-250'lər, satışlar isə 1.18'lərdən. Nasdaq S&P Dow Jones DAX-lara gəldidə isə təbii ki bunlar hələ ki yuxarı doğru istiqamətlərində davam edir. Korreksiyalar olur. Yəni bu mütləqdir, amma ümumi olaraq istiqamət yuxarıdır. Yəni long traderləri var, shortlar var, qısa müddətli, uzun müddətli traderləri var. Hər zaman daha gəlirli olanlar, stabil gəlirli olanlar, uzun müddətli əməliyyat açanlar da, qısa müddətli əməliyyatlar açanlar isə yəni gün ərzində əgər 1-2 əməliyyatdan kifayətlənirsə bu normaldır. Amma gün ərzində 10, 20, 30, 50 əməliyyat açanlar bunlar heç vaxtı yəni müəyyən bir gəlirlər əldə edə bilmirlər bazarda. Nə üçün ki nə qədər çox otururlarsa elə fikirləşirlər ki o qədər çox qazanırlar. Yox, elə deyil. Nə qədər çox otursanız o qədər çox itirərsiniz. Belə inşallah görüşmək ümidi ilə sağ olun.